Aha, deməli, ardını oxuyaq. Deyir ki, qorxmayın, heç zad olmaz. Keçəl Həmzə bir neçə gündə yenə də Düratı dərisinə sığmaz elədi, amma ki, vaxt keçirdi. Keçəl Həmzə Çənlibelə gələni az qalırdı, bir ay olsun. Hasan Paşaya verdiyi vədə tamam olurdu. Çox fikir, xəyaldan, çox götür qoydan sonra gecələrin birində öz-özünə dedi: "Mən bir il də burada qalsam, Koroğlu Qıratın nə mehtərliyini mənə verəcək, nə də bu xovnun açarını. Toqatda nə tanıyırlar ki, Qırat hansıdır, Dürat hansıdır. Elə bunu aparım, paşanı aldadım. Qızı alım, 5 gün bu dünyada kef çəkim." Keçəl Həmzə bunu deyib, gecə xəlvətcə Duratı yehərlədi, minib asta qaçan namərddir. Bir baş toqat deyib daban aldı. Sabah açıldı, Dəli Mehtər yerindən qalxıb atlara baş çəkmək üçün tövləyə gəldi. Gördü nə Dürat var, nə də Keçəl Həmzə. Başıloğlu gəldi Koroğlunun yanına ki, bəs nə durubsan, nə Durat var, nə də Keçəl Həmzə. Dəlilər çaxnaşıb bir-birlərinə dəydilər. Xanımlar da bir yandan düşdülər Koroğlunun üstünə. Deyə başladılar məzəmmət eləməyə ki, biz sənə demədikmi, tanımadığın adama etibar eləyib atı tapşırma. İgidin atını apardılar ya arvadını. İkisi də namusdan sayılır. Bizim qorxumuzdan qoş-quşluğu ilə Çənlibelin həndəvərinə gələ bilmirdi. Koroğlunun, Çənlibelin, dəlilərin adı gələndə paşalar, bəylər tir-tir əsirdilər. Gör indi iş nə yerə gəldi ki, Keçəl gedənin birisi gəlib buradan at apardı. İndi bu xəbər ətrafa yayılacaq, düşmənlər üstünə ayaq alacaq. Özün öz əlinlə elə iş elədin ki, aləm yığılsaydı sənə eləyə bilməzdi. İndi de görək Düratı hardan tapacaqsan, necə gətirəcəksən. Koroğlu dedi: Dürat gedib, Qırat durur. Minib gedib tapıb gətirərəm. Az məni məzəmmət eləyin. Dəlilər başladılar deyinməyə ki, gedərsən, gətirərsən. Sən nə bilirsən ki, o kimdir, hardan gəlmişdi, atı hara apardı? Koroğlu qəzəblənmişdi. Təqsirkardır deyin, bir söz deyə bilmirdi. Amma ki, acığından bığlarını gəmirirdi. Birdən dik qalxdı ayağa. Üzünü Eyvaza tutub dedi: Eyvaz, mənə şərab. Eyvaz şərab gətirdi. Koroğlu getdi, badəni dalbadal içdi. Ondan sonra Dəli Mehtərə dönüb çığırdı ki, atı yəhərlə. Qıratı ifçin yəhərləyib Koroğlunun qabağına çəkdilər. Qıratın ipin yəhərləyib Koroğlunun qabağına çəkdilər. Elə bil ki, Koroğlunun dili lal olmuşdu. Kəlmə kəsdi nədir? Heç dodağını da tərpətmədi. Atı minib yola düşdü. Koroğlu Qıratı sürməkdə olsun, sənə kimdən deyim? Həmzədən. Həmzə canının qorxusundan bir yerdə düşüb dincəlməyib at sürürdü. Yolun üstündə 40 dəyirmanlar deyilən bir yer var idi. Oraya çatmağa az qalmışdı ki, dönüb geri baxdı. Gördü, vallah yolda toz dumana qarışıb, duman toza. Bir də diqqət eləyəndə gördü, budur Koroğlu Qıratın üstündə elə gəlir ki, ley kimi. Keçəl Həmzənin tüpürcəyi qurudu. Ha udqundu, gördü yox, ağzının suyunu uda bilmir. Elə onu eləyə bildi ki, Düratı qamçılayıb özünü tez 40 dəyirmanların qapısına saldı. Deməli, 40 dəyirmanların qapısına saldı, atdan düşdü. Atı dəyirmanın qapısındakı dirəyə bağlayıb tələsik çağırdı. Ay dəyirmançı, bir tez eşiyə çıx. Dəyirmançı tez eşiyə çıxıb soruşdu. Qardaş, nə istəyirsən, nə var? Həmzə dedi. Bax, o yol ilə gələn Qoç Koroğludur, Çənlibeldən gəlir. İlxısına qotur düşüb. Nə qədər dava dərman eləyibsə, bir şey çıxmayıb. Axırda həkim kimyager dəyirmançı beyni buyurub. İndi dəyirmançı beyni axtarır ki, atlarını qoturdan qurtarsın. Məni Hasan Paşa göndərib ki, dəyirmançılara xəbər verəm. Tez başına çarə qıl, yetişsə ömrünü tamam eləyəcək. Aha, indi deyir, həkim kimyager dəyirmançı beyni buyurub ki, deməli, dəyirmançı beyni buyurub ki, beyin sözündə əslində mənsubiyyət çəkiltisi işlənibdi, iyi düşməliydi, neysə. Aha, indi dəyirmançı beyni axtarır ki, atların qoturdan qurtarsın. Məni Hasan Paşa göndərib ki, dəyirmançılara xəbər verəm. Tez başına çarə qıl ki, yetişsə ömrünü tamam eləyəcək.
Dəyirmançı dili tutar tutmaz dedi. Ay qadan alım, bəs mən neyniyim? Onun əlindən necə qurtarım? Bir bölük külfətim var. Gəl məni tərkini al, bir yana qaçırt. Həmzə dedi. Soyun paltarını, al mənim paltarımı giy. Get dəyirmanın donuzluğunda gizlən. Mən Koroğlunun ağzını bir yana salaram, çıxıb gedər. Sala bilməsəm də qoy məni öldürsün. Sən yazıqsan, uşaqların yetim qalar. Mən subay adamam. Dəyirmançı tez paltarını çıxardıb onun paltarını geydi. Qaçıb donuzluğa girdi. Həmzəyə də ki, elə bu lazım idi. Tez onun paltarını geyinib dəyirmanın içinə girdi. Özünü gübbadan unluğun içinə salıb, üzün gözünü o ki var, ona buladı. O tərəfdən Koroğlu özünü dəyirmanın qapısına yetirib çağırdı ki, ay dəyirmançı, çölə çıx. Keçəl Həmzə dəyirmançı paltarında qapıya çıxıb soruşdu. Nə buyurursan? Mənə görə nə qulluq? Koroğlu dedi. İndicə mənim qabağımca buraya gələn atlı necə oldu? Keçəl Həmzə dedi. Odur, girib dəyirmanın donuzluğuna gizlənib. Bilmirəm nə işi varsa, səni görən kimi qaçıb donuzluğa girdi. Mənə tapşırdı ki, yerini deməyim. Koroğlu atdan düşüb dedi. Bir bu atı saxla görüm. Həmzə atı tutdu, Koroğlu dəyirmana girdi. Ağzını donuzluğa tutub dedi. Ay keçəl, belə çıx. Dəyirmançı biraz da o yana çəkilib dedi. Hara çıxım, mənim sənin ilxının qoturuna dərman olası beynim yoxdur. Ölsəm də çıxmaram. Koroğlu dedi. Ay keçəl, qotur nədir? Beyin nədir? Belə çıx, səninlə işim yoxdur. Koroğlu gördü, yox, bu öz xoşuna dəyirmandan çıxmaq istəmir. İrəli yeridi, dəyirmançı qorxub lap dibə çəkildi. Koroğlu bir addımda irəli atdı, dəyirmançı qorxudan lap küncə qısılmaq istəyəndə paltarı ilişdi dəyirmanın çarxına. Çarx az qalmışdı dəyirmançının bir təhər eləsin ki, Koroğlu aman verməyib, cəld onun qıçından tutdu, çəkdi bayıra. Baxdı ki, Həmzə nə gəzir, bu dəyirmançı imiş. Başa düşdü ki, Həmzə onu aldadıb. Tez bayıra tullandı, eşit gör, indi Həmzə nə iş elədi. Keçəl Həmzə Çənlibeldə Dürata baxdığı zaman qıratında yan yörəsinə hərlənib özünə mehriban eləmişdi. Bir də qıratın belə bir xasiyyəti var idi ki, Koroğlu onun yüyənini kimə tapşırardısa, ona üzəngi verərdi. Odur ki, Koroğlunun başı içəridə dəyirmançıya məşğul olan müddətdə Həmzə qıratın gözlərini tumarlayıb minmişdi. Koroğlu dəyirmandan çıxıb, baxdı ki, Keçəl Həmzə qıratın belində dəyirmandan biraz aralı durub, Koroğlu bərk qəzəbləndi. Misri qılıncı çəkib hücum eləmək istədi, ancaq baxdı ki, bundan bir fayda olmayacaq. Qırat ayağını götürsə, ona heç quş da çata bilməz. Başladı onu dilə tutmağa. Dedi. Kaloğlan, atı yeyin sürmüşəm, tərləyib. Elə minib incitmə. Düş, al yedəyinə bir az gəzdir, təri soyusun. Həmzə dedi, eybi yoxdur, mən elə yavaş-yavaş sürüb gedəcəyəm, soyuyar. Bunu deyib Həmzə başladı atı gərdişə gətirməyə. Koroğlu baxdı, az qalır, atın cəvcələrini kəssin. Koroğlunun ürəyi tablamadı, dedi. Canım Həmzə, gözüm Həmzə. Həmzə, incitmə qıratı. Budur sənə sözüm Həmzə, incitmə qıratı. Qıratdı mənim dirəyim, əriyar qalmaz ürəyim. Sən olsan duz çörəyim, Həmzə, incitmə qıratı. Sən olasan duz çörəyim, Həmzə, incitmə qıratı. Qırat mənim iki gözüm, belə dərdə necə dözüm. Həmzə, sənə budur sözüm, oğul, incitmə qıratı. Eşidər, paşalar, bəylər, şadlıq xəbərin söylər, Koroğlu iltimas eylər, bala, incitmə qıratı. Həmzə dedi, Koroğlu igidliyin var, adın sanın var. Mərd adamsan, bir ay süfrənin qırıq-quruğundan yemişik, onu niyə dilə gətirib başımıza vurursan? Heç sənə yaraşan sifət deyil. Bir də bir at nədir ki, onun üçün bu qədər yalvarıb yaxarırsan? Koroğlu dedi, Həmzə, mən bilirəm ki, sən bu atı aparıb saxlayan, minən deyilsən. Düzünü də görüm, səni kim öyrədib göndərib? Həmzə dedi, Koroğlu, eşit, agah ol. Mən Çənlibeldə sənə nə demişəmsə, hamısı doğrudur. Bu keçəl baş,
bu gen dünyanı mənə dar eləyib. Bir adam rəğbət eləyib məni qapısına qoymur. İndi bu atı aparıram, Toqatda verəm Hasan Paşaya. Bəlkə bu yolla bir ağ günə çıxam. Koroğlu dedi, aya, bu tədbir Hasan Paşanındır. Ya elə sən özün bu fikrə düşmüsən. Həmzə dedi, xeyr, Hasan Paşanındır. Məni o göndərib. Koroğlu dedi, bala, indi ki belədir, düş atı ver özümə. Dünya malından nə deyirsən, nə qədər pul istəyirsən, sənə verim. Həmzə güldü, dedi, Koroğlu, sən dünya görmüş adamsan. Niyə sən bilmirsən ki, keçəli Allah da aldada bilməz? Yaxşı, mən atdan düşəndən sonra Koroğlu məni sağ buraxarsan? Yox, aşına, üz vurma, keçəl suya getməz. Koroğlu dedi, aya, Kaloğlan, indi sən elə atı mənim əlimdən alıb aparıb Hasan Paşaya verəcəksən? Keçəl Həmzə dedi, Koroğlu, keçəl mərd olar. Mən nəinki sənin atını heç bir tükünü də qıyıb Hasan Paşaya vermərəm. Mən bilirəm ki, sən axırda gəlib öz atına sahib olacaqsan. Mən ona görə belə eləyirəm ki, ortada bir ağ günə çıxam. Nə vaxt ki, Toqata gəldin, atın üzəngisini özüm basıb səni ona mindirəcəyəm. İndi day mənə bağışla, getdim, yolum uzaqdır. Koroğlu gördü ki, Həmzə atı aparır, dedi. Həmzə, indi ki yola gəlmirsən, atı aparırsan, barı əylən, onun qiymətini deyim, aldanıb ucuz verməyəsən. Bunu deyib Koroğlu sazı bastı, döşünə dedi, əylən deyim qıratın qiymətini, 80.000 sərkərdə mala da vermə. 80.000 ağ tüklü qəmər öyəcə, 80.000 xəzinə pula da vermə. 80.000 ilxiya, 80.000 ata, 80.000 mahaldan gələn barata. 80.000 kotana, 80.000 cütə, 80.000 kotanlı kala da vermə. Həmzə dedi, Koroğlu, arxayın ol, mən atı dünya malına verməyəcəyəm. Hasan Paşa ilə şərtim var. Atı ona verib, onun kiçik qızı Dona, Dünya xanımı alacağam. Koroğlu dedi, azalın, belə atı da bir qıza verərlərmi? Sazı döşünə basıb aldı sözünün axır xanəsini dedi. Koroğlu dövlətin endirsin dizə. Say götür hamısını 80.000 yüzə. 80.000 gəlinək, 80.000 qıza, 80.000 ərgənə dula da vermə. Həmzə dedi, Koroğlu, mən işin olanını sənə dedim. İndi özün bil, mənə nə ad verirsən ver. Day mən gedirəm. Koroğlu dedi, Həmzə, indi ki belə oldu, apar get, muradına çat. Ancaq mən gəlincə ata yaxşı bax. Qoyma incitsinlər. Səni ki bilirsən, at ki var igidin qardaşıdır. Sən ki deyir bilirsən, at ki var igidin qardaşıdır. Bu sözə Koroğlunun ürəyi kövrəldi. Koroğlu belə deyir, Həmzə indi ki belə oldu, apar get, muradına çat, ancaq mən gəlincə ata yaxşı bax. Atı yaxşı saxla, qoyma incitsinlər. Sən ki bilirsən, at ki var, igidin qardaşıdır. Bu sözdə Koroğlunun ürəyi kövrəldi. Sazı yenə döşünə basıb dedi, Həmzə, atı yaxşı saxla, at igidin qardaşıdır. Gündə muğyat olub yoxla, at igidin qardaşıdır. Yay olanda dağa yollat, yaz olanda ifçin nallat, qış olanda məxmər çullat, at igidin qardaşıdır. Atı sevib bəslə körpə, qayqıranda çıxsın sarpa, hər yeyəndə 40 tas arpa, at igidin qardaşıdır. Uzaq-uzaq yollarından, beli ipək çullarından, hoqqa yarım nallarından, at igidin qardaşıdır. Məclis qurdum çoxlarından, dava etdim oxlarından, qara polad mıxlarından, at igidin qardaşıdır. Sərin-sərin yu suyundan, quyruğun bağlan muyundan, Qoç Koroğlu çox öyünən, at igidin qardaşıdır. Həmzə dedi, Koroğlu, arxayın ol, inşallah gələrsən, görərsən. Koroğlu dedi, Həmzə, get, amma mənim bu sifarişimi də Hasan Paşaya çatdır. Getdi, o paşaya köç eləməsin, qıratı gətirirəm, qala qoymaram. Qoşunu qıraram, varın talaram, ilxısında bir day qala qoymaram. İçmişəm badəni, indimi xoşam, qıratın dərdindən dəli sərxoşam. Sözlərimi eşit, yaxşı bil paşam, dağıdıb ölkədə qala qoymaram. Həmzə dedi,
Gözüm üstə çatdıraram, ancaq sən tez gəl. Keçəl Həmzə bunu deyib Qıratı səyirtdi, gözdən etdi. Koroğlu Düratı qaytarmağa gəlmişdi, Qıratı əlindən verdi. Dəyirmanın qapısında yerə oturdu, aldı görək nə dedi. Çünki oldun dəyirmançı, çağır gəlsin dən Koroğlu. Verdin qırı, aldın dürü, döy başına yan Koroğlu. Qırat əldən getdi barı, canda qaldı intizarı. Öyüd arpa, buğda darı, üyüd arpa, buğda darı, al şahadın sən Koroğlu. Uca dağları döşlətdin, ağır alaylar boşlatdın. 100 il lotuluq işlətdin, axır oldun xam Koroğlu. Qırat buradan getdi büyün, sinəmə vurdu dağ düyün. Gedim dəlilərə nə deyim, öl burada qal Koroğlu. Koroğlunun özü acı idi, atı da arpasız. Dəyirmançı da suyu sovub qaçmışdı. Qaçmışdı yəqin demək istəyir. Koroğlu gecəni ac susuz yatdı, elə ki sabah açıldı, bir də baxdı ki budur. Bir kişi qabağında da 2 yüklü öküz gəlir. Kişi gəlib yetişdi. Bir Koroğluya baxdı, bir paltarına, şəst-bəstinə baxıb dedi. A qardaş, dəyirmançı hanı? Koroğlu dedi. Dəyirmançı yoxdur, indi dəyirmanda mən dururam. Kişi inanmadı, amma Koroğlu da macal vermədi. Bayaq da öküzlərin üstündən çuvalları düşürüb dəyirmana apardı. Öküzlərin üstündən çuvallar düşürüb dəyirmana apardı. Sonra kişidən soruşdu, qardaş, bunların içində heç arpa varmı? Mənim atım arpasızdır. Qorxuram damaq ola. Biraz ona arpa verim, yesin. Kişi dedi, çuvalların ikisi arpadır, ikisi buğda. Koroğlu baxdı ki, arpa çuvalları yarımçıqdı. Tez ikisini qarışdırıb bir çuval elədi, Düratın qabağına qoydu. Kişi istədi qoymasın, Koroğlu ona tərs baxdı. Kişi gördü ki, bu o dəyirmançılardan deyil, biraz da oyan buyan eləsə çəkib çənəsini ayıracaq, yavaşca çəkilib bir tərəfdə durdu. Koroğlu özü də yaman ac idi. Dürat arpanı yeyənə qədər buğdanı da töküb üyütdü. Unluğa biraz su buraxıb tez xamır qatdı. Ocaq çatdı, çörək bişirdi, öküzün də birini kəsdi, kabab çəkdi. Yeyib toqqanın altını bərkitdi. Doyandan sonra dönüb kişiyə baxdı. Gördü kişi kirimişcə durub. Madım baxır onun üzünə. Dedi, əmi, özünü itirmə. Bu şeyləri ki mən yedim, pulu neçə eləyir? Kişi dinmədi. Koroğlu gördü ki, kişi ondan qorxub, çıxartdı taxılında, öküzün də pulunu 2 qat verib onu razı saldı. Sonra Düratı minib yola düşdü. Dəlilər, xanımlar Koroğludan çox nigaran idilər. Gözlərini yola dikib onu gözləyirdilər. Bir də gördülər ki, budur Koroğlu gəlir, amma necə gəlir? Dürat yedəyində başını dikib aşağı. Özü də elədi ki, elə bil dəyirmançıdır. Dəlilər, xanımlar o saat başa düşdülər ki, Keçəl Həmzə dəyirmanda Koroğlunu aldadıb, Qıratı qaçırıb. Hamı başını saldı aşağı, nə bir salam, nə bir kəlam. Heç kefini, halını soruşmadılar. Koroğlu gəlib çatdı. Eyvaz onun qabağına çıxdı. Aldı görək nə dedi. Təzə sövdəgar olubsan, bu sövdan mübarək olsun. Alış-veriş öyrənibsən, bu sövdan mübarək olsun. Niyə girdin dəyirmana, bizi qoydun yana-yana. Atı verdin Kaloğlana, bu sövdan mübarək olsun. Sən Eyvazı qoydun xəstə. Get cömertdən mətləb istə. De bir neçə verdin üstə, bu sövdan mübarək olsun. Koroğlu neçə səfərlərlə getmişdi, amma heç olmamışdı ki, qaydanda dəlilər belə etsinlər. Amma bu dəfə hələ o bir tərəfə dursun, xanımlar onun üzünə baxmadılar. Dəlilər salam vermirdilər, Eyvazın töhmətli sözləri Koroğluya dağdan ağır gəlmişdi. Koroğlu elə bir hala düşmüşdü ki, az qalırdı gözlərindən yaş gəlsin. Sazı sinəsinə basıb qəmli-qəmli dedi. Keçər dövran belə qalmaz. Şad ol könül, nə məlulsan. Dəlilərim salam almaz. Şad ol könül, nə məlulsan. Geydiyim igid kürküdür. Dünya Süleyman mülküdür. Dövlət ki var əl çirkidir. Şad ol könlüm, nə məlulsan. Koroğluyam deyim sənə. Ot tutub alışdı sinə. Aşıqlığım bəsdir mənə, şad ol könül, nə məlulsan. Dəlilər o qədər incimişdilər ki, bu sözlər də ürəklərini
yumşaltmadı. Heç birisi Koroğlunun üzünə baxmadı. Hələ bəziləri də başladı dinib danışmağa. Birisi dedi: "İndi ki biz dəlilərin sözü Koroğlunun yanında bir çürük qozdur, day bizim burada qalmağımızdan nə çıxsın?" Söz Koroğluya acıq gəldi. Bir tərəfdən Qırat əldən getmişdi, bir tərəfdən Həmzə kimi keçəlin biri onu aldatmışdı, öz dərdi özünə bəs eləyir deyildi. İndi də dəlilər belə deyirdilər. Özünü saxlaya bilməyib birdən qayıtdı ki, mən heç kəsi burada güclə saxlamıram. Kim getmək istəyir, çıxıb getsin. At mənimdir, vermişəm, özüm bilirəm. Bu söz dəliləri götürdü. Hamısı vəlvələyə düşdü, getmək üçün hazırlaşmağa başladılar. Nigar işi belə görəndə ayağa durdu. Dəlilər dayandılar. Nigarın dəlilər arasında o qədər hörməti var idi ki, bir sözünü iki eləməzdilər. Dəli Həsən qayıdıb oturdu. Eyvaz oturdu. Dəyirmançı oğlu oturdu. Dəlilər bir-bir qayıdıb oturdular. Nigar özü də onların arasında oturub özünü də Koroğludan o yana çevirdi. Bu məlul müşkül vaxtında Nigarın küsməyi Koroğlunun ürəyini lap qubarlandırdı. Üzünü ona tutub dedi: "Uca dağların başına çıxmağı kimdən öyrəndin? Sən mənim dəli könlümü yıxmağı kimdən öyrəndin? Nə durubsan xaçın kimi, maç görmədim maçın kimi, acıqlanmış laçın kimi baxmağı kimdən öyrəndin? Ərisin dağların qarı, tökülsün çaylara sarı, Koroğlunun gözəl yarı, küsməyi kimdən öyrəndin?" Söz tamam oldu, amma Nigar heç bir cavab vermədi. Heç başını qaldırıb onun üzünə də baxmadı. Koroğlu gördü, yox, bu elə-belə küsmək deyil. Nigar da üz çevirib bu Koroğluya hamısından bərk yer elədi. Nigar da üz çevirib bu deyir Koroğluya hamısından bərk yer elədi. Sazı sinəsinə basdı, görək nə dedi. Ala gözlü Nigar xanım, üzün məndən niyə döndü? Sənə qurban şirin canım, üzün məndən niyə döndü? Qoyun otlar quzu ilə, ayağının tozu ilə, müxənnətin sözü ilə üzün məndən niyə döndü? İgidin yatmasın baxdı, yana çevrilməsin taxtı, Koroğlunun məlul vaxtı, üzün məndən niyə döndü? Nigar bir tərs-tərs ona baxıb dedi: "Sən işi o yerə çatdırmısan ki, dəlilərə gedin deyirsən." Onda əlini uzadıb sazı ondan aldı, dedi: "Binadan gözəl olmayan telin qədrini nə bilir? Çöldə gəzən boz sərçələr gölün qədrini nə bilir? Kəl qoşub kotan əkməyən, nanın süfrəyə tökməyən, arının qəhrini çəkməyən balın qədrini nə bilir? Utan, qoz Koroğlu, utan, dağların damanın tutan, sənin kimi dağların damənin tutan, sənin kimi başa çatan elin qədrini nə bilir?" Ustad deyir ki, Koroğlu Nigar xanımın bu sözündən sonra bir kəlmə də kəsmədi. Öz taqsırını başa düşdü, durub birbaş getdi, göy otun üstündə üzü üstə düşdü. 3 gün, 3 gecə tamam ad-susuz yatdı. Dəlilər də başa düşdülər ki, pis eləyiblər. Ona ürək-dirək vermək yerinə biraz da ürəyini sıxıblar. Qəlbinə toxunublar. Nə qədər oyan bu yanına keçdilərsə, Koroğlu oyanmadı. Deyirlər ki, o belə vaxtlarında üzü üstə düşüb düz 3 gün, 3 gecə yatardı. Dəmirçi oğlu dedi: "Nigar xanım, bu iş Eyvazla səndən aşacaq. Siz gərək onun ürəyini alasınız." Nigar dedi: "Yaxşı, qoy yatsın. Durana macal siz dağılıb gedin, gözünə görünməyin. Eyvaz onu mənim yanıma gətirər. Mən işi yoluna qoyaram." Dəlilər tədbir gördülər. Tökməklərdə olsunlar, sizə kimdən deyim? Koroğludan. 3 günün tamamında Koroğlu yuxuda gördü ki, Toqatda Hasan Paşanın qabağındadır, Qıratda altında. Diksinib yuxudan oyandı, baxdı ki, Eyvaz oturub onun başının üstündə. Özü də elədi ki, bircə sözə bənddir, ağlasın. Koroğlunun ürəyi səməndər kimi alışdı, yandı. Sazı bağrına basıb dedi: "Eyvaz, məndən nə istərsən? Candımı, başdımı, nədir? Axıdırsan ala gözdən, qandımı, yaşdımı, nədir? Məclisdə dolanmır sağın, sinəm üstdən getməz dağın, tökülübdür qaşqabağın, boranmı, qışdımı, nədir? Dayan, qoç Koroğlu, dayan, sözlərini elə bəyan, yatıbsan qəflətdən oyan, gördüyün düşdümü, nədir?
Eyvaz dedi, dur gedək, dəlilər xanımlar səni gözləyir. Koroğlu dedi, yox Eyvaz, yalan deyirsən. Mən ki dəliləri, xanımları özümdən elə incitdim, onlar da bir də mənim üzümə baxmazlar. Eyvaz nə qədər elədisə, Koroğlu durmadı, dedi. Yox Eyvaz, mən gedib qıratı gətirməyincə onların üzünə çıxa bilmərəm. Eyvaz dedi, bu fikrə mən də razıyam, deyə onda dur ayağa. Geyin, yaraq götür, get. Koroğlu durdu ayağa. Elə bir addım atmışdı ki, bir də baxdı, vallah kimdisə bir saz çalır, bir oxuyur ki, gəl görəsən. Qulaq verib görürdü ki, çalıb oxuyan Nigardır. Amma elə çalır, elə oxuyur ki, göydə gedən quşlar az qalır qanad saxlayıb tamaşaya dursun. Belə baxanda gördü Nigar yağı qoruğunun yanındakı çəmənliyin başında dayanıb. Üzünü də ona tutub deyir, ay ağalar, ay qazılar, ay bu gələn yar olaydı. Haqdan beləymiş yazılar, ay bu gələn yar olaydı. Bağçalar olmasın narsız, heyvanlar olmasın barsız. Heyvalar daha doğrusu olmasın barsız, heç gözəl olmasın yarsız, ay bu gələn yar olaydı. Ay bir mürvət çıxdı canım, müjganların tökdü qanım. Sənə qurban Nigar xanım, ay bu gələn yar olaydı. Eyvaz dedi, gördün ki, digər. Koroğlu Nigara tərəf yönəldi, gəlib çəmənə çatanda nə gördü? Burada bir məclis qurulub ki, gəl görəsən. Dəlilər, xanımlar hamısı geyinib, keçinib onu gözləyirlər. Koroğlu məclisə girdi, Eyvaz özü saqi dolandırmağa başladı, yedilər, içdilər, keflər kökəldi. Damaqlar çağladı, incili yaddan çıxdı. Yenə də əvvəlki kimi oldular. Koroğlu Keçəl Həmzənin işini necə ki olmuşdu, onlara danışdı. Sonra sazı götürüb dedi, Allahı çağırıb düşərəm yola. Bu dərdi sinəmdə qala qoymaram. Qıratım həsrətdir, yolum gözləyir, düşmanlar əlində qala qoymaram. Ah çəkərəm, hərdən köysüm ötürürəm. Yola düşüb mətləbimi bitirirəm. Ya ölərəm, ya qıratı gətirirəm. Ayı dolansa da ilə qoymaram. Koroğluyam, qoç oğluyam. Qoçam mən, çətindir ki, mərd meydandan qaçan mən. Havada dövr edən tərlan quşam mən. Sarlar şikarımı ala qoymaram. Koroğlu ayaqdan geyindi, başdan qıfıllandı, başdan geyindi, ayaqdan qıfıllandı. Misri qılınc bağladı, qalxan astı. Əmud götürdü, dava libasının üstündən bir kürk geyindi, çiyninə də bir saz keçirtdi. Tək başına payı piyada Toqata yola düşdü. Az getdi, çox getdi, gecəni gündüzə qatdı, gündüzü gecəyə qatdı, özünü Toqat şəhərinə yetirdi. Bir baxdı ki, hava qaranlıqlaşır, bir qarının qapısını döyüb dedi, ay qarı, nənə, bu gecəliyə məni qonaq saxlayarsanmı? Qarı dedi, niyə saxlamıram, qonaq Allah qonağıdır. İndi ki elədir, al, mənə yemək hazırla. Qarı pulu çox görüb soruşdu, pulun qalanını nə eləyim? Qalanı nədir? Hamısını al. Qarı soruşdu, tək canına bu qədər şeyi neyinirsən? Koroğlu gülüb dedi, qonağım var, 10 adamlıq xörək bişir. Koroğlu içəri girib oturdu. Qarı da tez ayağa durub bazara üz qoydu. Yağdan, düyüdən, ətdən alıb gətirib ona 10 adamlıq xörək hazırladı. Elə ki xörək hazır oldu, qarı gəldi ki, yaxşı xörək hazırdır, sənin də yoldaşların gəlmədi, bəs nə eləyək? Koroğlu dedi, onlar da gələsi olmadılar. Çək gətir bura. Elə hamısını? Koroğlu dedi, bəli, elə hamısını. Qarı əvvəlcə inanmadı, sonra gördü ki, yox, balam, bu elə düz danışır. Fikirləşdi ki, yaxşı, çəkib apararam. Bu da əjdaha zad deyil ki, bir qarnı var da, yediyini yeyər, qalanı da mənim 10-15 günümə bəsdir. Qərəz, qarı ortalığa yekə bir mis məcməyi qoyub, pulovu çəkdi. Məcməyi təpə kimi qalanda, yazıq qarı nə qədər haqqandı, məcməyini yerdən götürə bilmədi. Koroğlu işi belə görüb, durub gəldi, məcməyini götürüb evə gətirdi, ortalığa qoydu. Qollarına da çırmalayıb əyləşdi. Qarı fikirləşdi ki, mənim oturub bununla bir yerdə yeməyim yaxşı deyil. O yeyər, doyar, qalanını da mən xırda-xırda yeyərəm. Koroğlu qarını çağırdı ki, qarı nənə, gəl yeyək. Qarı dedi, sən ye, mən ac deyiləm. Koroğlu dedi, nə yemsən ki, ac deyilsən, gəl sonra peşman olarsan. Qarı dedi, yox, sən ye, mən elə qoxusu ilə doymuşam. Koroğlu bir də dedi, qarı nənə,
Gəl, bax sonra peşman olarsan ha. Qara yenə də naz elədi, Koroğlu ilişdi plova. Birinci tikədə plovun ürəyi üzüldü, ikinci, üçüncü qarı gördü ki, bu bir-iki tikə də vursa məcməyidə bir şey qalmayacaq. Düşdü əl-ayağa ki, plovdan şişəcəyəm. Ancaq da bir dəfə yemirəm demişdi, düşmüşdü boynuna. Yaxınlaşa bilmirdi, elə bu fikirdə idi ki, ay Allah, bir də çağıraydı, bir-iki tikə də mən yeyəydim. Koroğlu dedi, qarı nənə gəl, peşman olarsan. Qarı tez çəkdi məcməyinin başına, qərəz yedilər, içdilər. Qarınlarını doyurdular, Koroğlu bir düzəldi, pələ bığlarını eşib, qulaqlarının dalına keçirtdi. Qarı da ortalığı yığışdırdı, əyləşib söhbətə başladılar. Qarı soruşdu ki, qonaq sazından görürəm, yanşaqsan, yəni aşıqsan, amma bizim yerlərin yanşağına oxşamırsan. Koroğlu dedi, mən Qafın anırı tərəfindənəm, bizim tərəfin adamları elə belə olur. Qafın anırı tərəfindənəm, bizim tərəfin adamları elə belə olur. Qarı dedi, yaxşı, evin eşiyin, külün, külfətin varmı? Koroğlu baxdı ki, qarı bir təhər danışır. Dedi, yox. Yox, təkəm. Heç kəsim yoxdur. Qarı bir qımcandı, dedi. Bəs niyə indiyə kimi evlənmirsən? Koroğlu dedi. Nə bilim, bir elə halal süd əmmişi tapa bilməmişəm. Qarı güldü, dodaqlar da açıldı. Koroğlu baxdı ki, qarının ağzında diş adına bircə dənə kötük var. Dedi, qarı nənə niyə soruşursan? Qarı hirslənib başladı donquldamağa ki, mənə qarı niyə deyirsən, dişlərimə baxırsan, hamısı nuzladan tökülüb. Yaxşı, gəlin bacı ol, bundan sonra gəlin bacı deyərəm. Qarı dedi, çox nahaq yerə, mən hardan oldum sənin bacın? Koroğlu baxdı ki, qarının fikri başqadır. Dedi, yaxşı, qarı nənə, sənin nəyin var, nəyin yoxdur? Qarı dedi, dövlətindən hər şeyim var. Bax, evim var, həyətim var, inəyim var, danam var, toyuğum var, özü də hər gün yumurtlayır. Koroğlu dedi, külli külfət sarıdan nəyin var? Qarı irişə-irişə dedi, heç nəyim. Elə mən də sənin kimi subay salğam. Koroğlu məsələni lap başa düşdü, day dinmədi. Qarı gördü qonaq day danışmır, dedi, sənin qonaqların gəlmədi, bu sazı da ki, bir çalmadın. Koroğlu dedi, eybi yoxdur, sabah gələrlər, çalarıq. Sabah mən evdə olmayacağam, Həmzə bəyin toyuna gedəcəyəm. Koroğlu dedi, nə Həmzə bəy, Həmzə bəy kimdir? Həmzə bəy Hasan Paşanın kürəkənidir, çox igid oğlandır. Gedib o Koroğlu var, ha, eşidibsən ki, Koroğlu dedi, hə, eşitmişəm. Hə, Həmzə gedib o Koroğlunun atını gətirib. Hasan Paşa da ona bəylik verib. Üstəlik də qızı dona dünya xatını verir. Ona, sabah toylarıdır, mən də gəlinlərin, qızların içində olacağam. Koroğlu soruşdu, ay qarı nənə, ay gəlin xanım, bəs Koroğlunun atını harda saxlayırlar? Hasan Paşanın tövləsində, amma çər dəymiş deyirlər, yaman bəddir. Yanına bir adam qoymur. Day Hasan Paşanın tövləsində mehtar qalmayıb, hamısını şilküt eləyib. İndi arpasını bacadan tökürlər. Aha.